Deməli Əli, bir daha xoş gördük səni. Sən deməli bizim Giveaway konkursumuzun qalibisən də və o konkursda bu günləri son dərsimizi izah elədik. Necə keçdi? Necə də fikirlərin ümumiyyətlə bu kurs haqqında? Çox qəşəng idi. 7 günlük müddətdə bəzi şeyləri bilirdim. Məsələn, deyək ki, Binance, digər birjalarda necə əməliyyatlar aparılmalıdır, necə giriş edilməlidir, P2P əməliyyatları və digər bir şeyləri bilirdim. Amma məsələn, TradingView-dur, MetaTrader-dır, sonra məsələn, düzgün kassa idarəsidir. Bu hissələrdə tam anlayışım yox idi. TradingView-da sadəcə ilkin biliklər. Yəni adım bilirdim, bir-iki dəfə girmişdim, vəsiyo. Orada nə deyək ki, analiz eləməyi, nə xəttlər çəkməyi, nə şamları bu barədə ətraflı məlumatım yox idi demək olar ki. Yəni yaxşı yadıma düşdü. Şamlar dərsimiz olmuşdu da səndən. Şamlar, TradingView, daha sonra əsas yəni mövzularımız bunlar idi. Yəni necə təəssürat qaldı səndə? Yəni səncə hər hansı bir şəxs $50 verib bu kursu almağa dəyər yoxsa dəyməz? Amma tam səmimi cavab verdi. Yəni kimsə nəsə şübhəli qalmasın. Belə deyim də, əgər bir insan gələcəyini bu trader üzərində qurursa, yəni düşünür ki, mən məsələn gələcəyimi davam elətdirəcəm, bundan gedəcəm. Bunu düşünürsə o halda girsin. Yoxsa həmin bu gün bunu öyrənim, sonra davam elətdirərəm deyirsə, mənası yoxdur. Çünki əgər sən davam elətdirmirsənsə, praktika eləmirsənsə, zaten o boşunadır. Məsələn, burada biz keçirik dərsi, okeydir. Mən məsələn kənarda gedib heç nə birjaya girirəm, nə TradingView-ya girirəm və yaxud da brokerini işləyirəmsə, nə MetaTrader-a girirəm. Bunları eləmirəmsə, o dərs sadəcə ad olaraq, dərs olaraq qalır. Heç bir mənim daşımır. Yəni əgər gələcəkdə istəyirsə o zaman olar. Düzdür, yəni bu dərsləri keçəndə də mən də sənə demişdim ki, yəni mən sənə burada göstərirəm, məsələn, buradan xətt belə çəkilir, buradan bunlar çəkilir. Amma sən bunu özün də, nəinki sən, hər bir insan bunu praktika eləməlidir, yoxlamalıdır, açmalıdır gündəlik, heç olmasa 1 saat, 2 saat, əlini örgəşdirməlidir. Yəni tək tradingdən söhbət getmir. Bugünkü günə gedib hər hansı bir, belə deyək də, yeni bir peşə öyrənməyə çalışırıq. Sənə o peşəni öyrədən insan deyir ki, məsələn, bunu belə tutmaq lazımdır. Sən onu tutmasan, əlvə götürməsən, əlbəttə ki, sən onun istifadə qaydasını öyrənə bilmərsən də. Yəni teoriyada da elə qalacaqsan. Mən deyim ki, bu xətti buradan məsəl üçün deyirəm. Bu xətti buradan belə çəkmək lazımdır. Sən bunu açmasan, TradingView platformasını açmasan, bu xəttə daxil olmasan, alətə daxil olmasan, bunu çəkməsən, çoxlu ya. Sən maksimumunu bir dəfə çəksən, 2 dəfə çəkərsən, amma sonradan başını buraxsan, bu əvvəl-axır sənin yadından çıxa da bilər. Yəni biraz özünü təkmilləşdirməlisən də, yəni örgəşdirməlisən, dediyim kimi, əlvə örgəşdirməlisən əsas mövzu. Yəni mən oturum səhərdən axşamacan sənə məsəl üçün, sənə yox ümumiyyətlə, yəni bir insana burada baş salam ki, bunu belə eləmək lazımdır, bunu belə eləmək lazımdır. Yəni o insan yəni öz üzərində çalışmırsa, yəni onun üçün kim nə edə bilər ki? Var elə dostlarımız var, mənə yazırlar ki, mən nə qədər vaxtda öyrənə bilərəm bu kursu. Yəni elə insanlara nə demək istəyərdin Əli? Belə deyim də, o konkret adamın özündən asılıdır. Demirəm, şeydir, lap gündə otur bunun üstündə bir-iki gün öyrənəsən. Elə bir şey yoxdur. Ümumiyyətlə nə birja olsun, nə digər bir şey olsun, ixtisas olsun, nəsə olsun, onun bir gündə, 2 gündə öyrənmək mümkün deyil. Amma məsələn, əgər sən hər gün minimal bir neçə saat üstündə dayanırsansa, ən azından bu digərlərində 3-4 il vaxt aparacaqsa, ki, onlar məsələn arada bir girirlər, sən gündə vaxtını sərf eləyirsənsə, bir-iki ilə normal şəkildə öyrənə bilərsən tam. Yəni bəzi şeylər qalsın, digərləri qalmasın söhbət deyil, hamısı. Məncə öyrənilə bilər bir-iki. Əlbəttə ki, yəni belə deyim də, istənilən sahədə belədir. Tutalım ki, sən gündəlik bura 3 saat vaxtı ayırırsan, başqa biri gündəlik cəmi nə bilim 15 dəqiqə, yarım saat vaxtını ayırır. Təbii ki, onu gec öyrənəcək, sən ondan daha tez öyrənəcəksən. Düzdür, burada insan faktoru da yəni önəmlidir. Hər insanın belə deyim də götürmə qabiliyyəti eyni deyil, onunla da razıyam. Qavrama payıdır, bəlkə tutması fərqli. Əziyyət çəkən insanla 15 dəqiqə, 20 dəqiqə, 30 dəqiqə
əziyyət çəkən insanın nəticəsi eyni ola bilməz axı, bu mümkün deyil. Ola bilər, məsəl üçün, sən istədiyin səviyyəyə gedib çatarsan 1 ilə, məsəl üçün deyirəm, gündəlik 2 saat, 3 saat məşğul olmaqla, əziyyət çəkməklə. Yəni mən teorik sadəcə elə belə deyirəm, amma demirəm ilə öyrənmək olar. Amma gün ərzində 15 dəqiqə, 20 dəqiqə məşğul olan insan təbii ki, gedib 4 ilə 5 ilə öyrənəcək. Sənin 1 ilə öyrəndiyi o 4-5 il vaxt çəkəcək. Çünki o daha az vaxt ayıra bilər. İndi burada heç kəsi qınanası da deyil, amma fakt reallıq budur. İndi birinin məsələn işi var, gücü var. O çox, yəni vaxt ayıra bilmir də. Yəni gün ərzində məsəl üçün deyirəm 15 dəqiqə vaxt ayırır. Sən məsəl üçün gün ərzində 2 saat vaxt ayıra bilirsən, sən əlbəttə ki, ondan tez öyrənəcəksən. Yəni bu nəinki bu sahədə, istənilən bir sahədə belədir. Gedək məsəl üçün ikimiz hər hansı bir xarici dil öyrənək. Mən həftədə 5 dəfə gedim hazırlığa, sən həftədə 1 dəfə get. Əlbəttə ki, mən səndən tez öyrənəcəm. Yəni belə şeylər var. Yəni deyirəm, elə dostlarımız var, məndən soruşurlar ki, nə qədər vaxtda öyrənərəm. Yəni bu suala cavab vermək yəni mümkün deyil də. Mən məsəl üçün öyrədirəm. Hər şeyi göstərirəm sizə. Göstərdiyimi də burada tətbiq eləyirəm sizin gözünüzün qarşısında. Amma müəyyən şeylər var ki, burada insanın özündən asılıdır. Düzdürmü? Bəli, tam razıyam sizlə. Yəni bir sözlə bax, bir həftə sən oldun bu kursda, başlanğıc kursunu aldın. Düzdür, bəzi şeylər var ki, bilirdin, məsələn, binasının istifadə qaydasını. Yəni bunlar dediyim kimi, başlanğıc kursu sırf sıfır anlayışı olan insanlar üçündür. Yəni mənim sahəm, yenə də deyirəm, trading sahəsidir. Mən necə deyim, spotçu deyiləm, spot yəni analiz eləyən deyiləm, spot. Yəni mənim işim sırf tradingdir. Tradingdə də lazım olan şeylər, yəni təməl bilgilərdə əlifba bilgiləri. Yəni bu dediyim, adını saydığım, yəni bir həftə ərzində sənə keçdiyim dərslərdir. Bunları bilən insan heç olmasa bir 70%, 80%, əsasən də bu hal-hazırda açdığım bu TradingView platformasının istifadə qaydasını bilən insan, yəni bundan necə istifadə olunur, zaman ağları, o yan bir yan, neysə, spoiler vermirəm də. Ondan sonra məsəl üçün gedib mənim master kursum var, onu öyrənə bilərik. Amma adam var ki, heç nədən anlayışı yoxdur, sıfırdır. Yəni TradingView-nun tılsından xəbəri yoxdur. Deyir, mən tradinglə məşğul olmaq istəyirəm. Yəni bu necə mümkün olan bir şeydir səncə? Mümkün olan bir şey deyil. Məsələn, mən heç mi demirəm, özümdən. Texniki analizdən. Onlar məsəl üçün, sən heç bu TradingView-nun platformasının istifadə qaydasını bilmərsən, heç sənə lazım da olmaz. Amma sən, yenə deyirəm, uzun müddətli, professional qaydada bu işi sürdürmək istəyirsənsə, türklər demişkən, yəni professional qaydada deyirəm ha, yəni əvvəl-axır bu platformanın istifadə qaydasını bilməlisən. Məcbursan. Yəni, bu gün də səninlə son dərsimiz bitir. Yəni, bu gün də son dərsimiz idi. Yəni, bir sözlə təəssüratın konkret olaraq necə oldu? Yəni, tam səmimi, xoşuma gələn nüansları da deyə bilərsən, xoşuma gəlməyən yerlər də deyə bilərsən. Yəni, mən elə bir insanam ki, tənqidə açığam, açığı. Müsbət idi olmağından sadəcə bir şeyi bildirmək istəyərdim. Məsələn, mənim kimi neçə dənə tələbə ola bilər ki, bulmaq istəsin. Bilirsiniz ki, tələbələr minimum qazancı 100 manatdır, maksimumdakı 200 manatdır. Yəni, sadəcə təqaüdü götürürəm ha. Ümid edirəm ki, mənfi qarşılamarsınız bunu. Ola bilər ki, məsələn, yalnızca tələbələr olsun ki, onları biraz minimum endirim eləyə bilərsiniz. Ki, məsələn, bu da sırf hər bir tələbəyə olmasın da, o yoxlanılsın ki, onun marağı var həqiqətən, ilkin biliklərə, baza biliklərinə sahibdir. Belə bir şeylər olsa daha yaxşı olardı. Olar o gələcəkdə, bu dediyini də nəzərə almaq olar, amma sənə bir söz deyim ki, ümumiyyətlə hər kəsə də, bax, bugünkü gündə mənim sırf bu başlanğıc kursunun qiyməti 50 dollardır, master kursunun qiyməti isə 100 dollardır. Yəni, bu sözü bax, burada deyirəm, yəni şəxsən sən özün də gedib araşdıra da bilərsən. Bax, Azərbaycanda sırf trading sahəsi ilə məşğul olan insan, kurslar, belə deyək də, 90-95% heç biri bu qiymətə iş görmür. Bax, mənim tanıdığım insan var ki, bax, şəxsən tanıdığım insan var ki, bir indikator nədir? O indikatora 500 manat pul vermişdi. Özü andaman elədi ki, yəni mən bir dənə indikatora, o sənə göstərdiyim indikator var, adını çəkməklə. Yəni ona oxşar bir indikatoru ona öyrədiblər. O insan ona 500 manat pul verib. Yəni bu nə deməkdir? Yəni
Konkret bazarda az adam var deyə istifadə edirlər. Aysa, yəni bugünkü gündə yəni sözümü nəyə gətirəm? Mənim qoyduğum qiymətlər həqiqətən demək olar ki, yəni bugünkü gündə bu bazar qiymətlərinə baxanda bu sahənin də demək olar ki, yəni heç nədir də, yəni bildiyin heç nədir. Yəni bir indikatorun düşün ki, 500 manata satıldığı bir ölkədə yaşayırıq. Mən neçə dənə dərs keçirəm, özdə görürsən də məndə məsələn elə kurslar var ki, hazır paket halında satırlar da kursun ki, gəlib video materialdır. Sənin məsələn emailova göndərəcək ya flash kartı yükləyəcək, get otur bax ki. Amma o videolarda məsələn elədir ki, baxırsan, nəsə öyrənə də bilərsən, amma bəzən sualların qalır. O sualları verə bilmirsən, düzdürmü? Ancaq gedib kino süni üçün intellektdən gedirsən. maraqlanmalısan ki, falan şeylər. Hə, indi o adamı da tapa bilsin əgər. O da deyəcək ki, məsələn məndə fərdi deyil də, onlayn deyildi, məndə belədir, budur yəni. Yəni əlavə nəsə istəsə gəl, bir 1000 manat da əlavə verginə sənin üçün hə, fərdi keçir. Amma yenə deyirəm, mən bugünkü gündə elə bir qiymət qoymuşam ki, demək olar ki, valla su qiyməti nədir də, həqiqətən su qiymətinə qoymuşam. Ki, həqiqətən necə deyim, var da elə insanlar var ki, ehtiyacları var, öyrənmək istəyirlər, amma pulları çatmırdı ki, aparsın 500 manata, nə bilim 1000 manata. Hətta 1000-dən yuxarı kurs verənlər də var Azərbaycanda. Ki, gedib ona o qədər pul versin, hardandır? İndi əksəriyyət insanın bir 80-70% onun gücü çatmır, açıq danışaq. Yəni ona görə Hamı birjaya girir ki, nəsə qazansın. əlbəttə ki, yəni 1000 manatı verən insanın nə bilim də hər an öz fikri var. Yəni elə də çox belə deyim də pula ehtiyacı yoxdur açıq ki, otursun buradan ancaq pul gütsün. Yəni trading sahəsi də elədir ki, bu sahə ilə mən həmişə deyirəm də, yəni milyoner ola bilmərsən. Uzaqbaşı gündəlik çörək pulun çıxar. Heç nə Əli, sadəcə sənin də istədiyim fikir və öyrənim tam belə deyim də səmimi şəkildə ki, yəni insanlar da baxsın. Düz elə insanlar 100% olacaq ki, deyəcəklər ki, bilirəm ki, olacaq da, yəni 1-2 nəfər də olacaq, deyəcəklər ki, bu onun tanıdığıdır, 100% dostudur. Tanışıdır. Hə, qohumu. deyirəm o göydəki Allaha da məni indiyə qədər tanıyırdın. Yəni mən səni tanımırdım. Kurs verənə qədər, yəni sadəcə çarxı fırlatdıq, gördüm sənin adın düşdü, sənə yazdım ki, salam əleykum. Siz qalib olmusunuz da. Yəni Allahla mən səni tanıyırdım, yaxud da sən məni tanıyırdın o çarxa qədər, bu giveaway-yə qədər. Yox, xeyr. Sadəcə qrupda görmüşdüm, yox. Yəni o da ki, heç adınızı falan bilmirdim. Əvvəl Binance-da görmüşdüm. Bir ara üstünə Barber Trading yazılırdı. Oradan kanalınıza girmişəm. Yəni belə tanımırdım ümumiyyətlə. Hə, lap yaxşı. Mənə də xoş oldu. Bir daha səni təbrik edirəm bu giveaway-in qalibi olduğunu və düşünürəm ki, mən də əlimdən gəldiyi qədər hər şeyin yaxşısını izah eləməyə çalışdım sənə. İnşallah ki, sən də məndən razısansa. Əlbəttə. Çox sağ ol. Oldu Əli, çox videonu uzatmayaq. İnşallah dostlarımız da baxarlar. Özləri bir yekun qərar çıxardarlar. Çox sağ ol şeyə görə, müsabiqəyə görə təşəkkür edirik sənə.